Salam dəyərli şagirdlər, valideynlər, şagirdlərimizin müəllimləri, hər vaxtınız xeyir olsun. Mən Fidan İskəndərova. Bu gün sizləri növbəti monitorinq tipli sınağın izahı ilə tanış etmək istəyirəm. Vaxt itirməyək, başlayaq izaha. Verilmiş cümlədə işlənmiş xoşuna gəlməmək ifadəsinin əvəzində işlənə bilən leksik mənanı müəyyən eləyin. Yeni qərar onun heç xoşuna gəlmədi. Yəni ürəyincə olmamaq, bəyənməmək. Cavabımız 2 və 4. Bax, 1-də yazıb ki, razı qaldı. 3-də yazıb ki, ağız büzməmək. Xoşuna gəlməyəndə razı qalmırsan axı. Xoşuna gəlməyəndə ağız büzürsən axı. O səbəbdən 1 və 3 ola bilməz. Nəsə ürəyincə olmasa, deməli xoşuna gəlmir. Nə isə bəyənmirsənsə, deməli xoşuna gəlmir. Cavabımız B variantı. Hansı cümlədə məcazi mənada işlənmiş söz var? Onun sözləri qəlbimi yaraladı. Qəlbimə mən heç əllə toxuna bilmirəm, qalsın ki, qəlbimi paramparça eləyəcək bir vəziyyətim olsun. Mən qəlbimi əlim dəymirsə, necə yaralaya bilərəm? Qol deyil ki, məsələn, yaralayaq. Qola əlimiz çatır da, yaralaya bilərik qolumuzu. Məsələn, bir silahla əskərin qolu yaralanır, düzdürmü? Və yaxud da əskər düşmənin qoluna silahla vurur və düşmənin qolu yaralanır. Qol yaralana bilər, amma qəlbimiz yaralana bilməz. Şəhərdə güclü külək əsə bilər, uşaq bağçada oynaya bilər, çay çox sürətlə axa bilər. Amma qəlbimizi yaralaya bilmərik. O, hər çətinliyə dözdü cümləsində dözdü hansı mənanı bildirir? Əlbəttə ki, səbirli insanlardır dözümlü olan insanlar. Nəyəsə dözürsünüzsə, hər çətinliyə dözürsünüzsə, deməli siz səbirli insanlardansınız. Tısbağa aid olan bir qəşəng mətnimiz var, gəlin tanış olaq. Tısbağa təbiətin ən səbirli və dözümlü canlılarından biridir. O, həm quru, həm də su mühitində yaşaya bilir. Tısbağanın ən əsas xüsusiyyəti onun sərt və qalın qabığıdır. Bu qabıq onu təhlükələrdən qoruyur və düşmənlərdən gizlənməsinə kömək edir. Tısbağanın başı kiçikdir, bax, kiçikdir. Gözləri diqqətli görür, bədəni isə müxtəlif çalarlardadır ki, bu da ətraf mühitlə uyğunlaşmasına yardım edir. Tısbağalar yavaş hərəkət etsələr də uzun müddət qidasız və susuz qala bilirlər. Əsasən bitkilərlə, yarpaqlarla və bəzi hallarda xırda canlılarla qidalanırlar. Onların uzun ömürlüyü və yavaş hərəkəti onları digər heyvanlardan fərqləndirir. Təhlükə hiss etdikdə qaçmaq əvəzinə qabıqlarına çəkilirlər və bir müddət sakitcə gizlənirlər. İnsan fəaliyyəti tısbağaların yaşayışına mənfi təsir göstərir. Ovçuluq, torpaq sahələrinin daralması və yaşayış mühitinin azalması onların sayının azalmasına səbəb olub. Buna görə də bir çox ölkələrdə tısbağalar qorunan heyvanlar siyahısına daxil edilib. Tısbağaların qorunması təbiət tarazlığının saxlanması baxımından böyük əhəmiyyət kəsb edir. Deyir ki, mətnə əsasən hansı fikir doğrudur? Bəli, tısbağaların sərt qabığı onları qoruyur. Bəli, baxın, bu sərt qabıq onları müdafiə rejiminə keçirir. Yəni, sərt bir də qalın qabıqdır ki, bu qabıq onları təhlükədən qoruyur. Cavabımız C variantı. Tısbağalar sürətli hərəkət edir fikri səhvdir, zəif hərəkət edirlər, asta hərəkət edirlər. Tısbağalar yalnız suda yaşayır, xeyr. Tısbağalar daim qaçaraq xilas olur. Tısbağalar demək olar ki, qaça bilmirlər, sürətləri zəifdir deyə. Doğru cavabımız oldu C variantı. Tısbağaların yavaş hərəkət etməsi nəyi göstərir? Sakitliyini, səbirli olmağını, dözümlü olmağını. Cavab B. Zəif olmalarını deyil. Yəni onlar asta gəzirlərsə bu zəif olmaq demək deyil. Bir şagird düşünün. Məsələn, 10 dəqiqəyə 50 dənə sual işləyir. Bir şagird düşünün, 10 dəqiqəyə
5 dənə sual işləyir. O demək deyil ki, 10 dəqiqəyə 5 dənə sual işləyən şagirdimiz zəifdir. O sadəcə səbirlidir, dözümlüdür, bəlkə də daha diqqətlidir. Bəlkə də onun heç səhvi çıxmayacaq, amma 10 dəqiqəyə 50 dənə sual işləyən şagirdin daha çox diqqətsizliyə görə səhvi çıxacaq. O səbəbdən biz hansısa bir müddəti çox işlətməklə az sual işləyən şagirdə zəif deyə bilmərik. Bu səbəbdən də əgər tısbağalar sürətləri aşağıdırsa, sakit və dözümlüdürlərsə, səbirlidirlərsə, bu onların zəif olmaqları nəticəsinə gələ bilməz. Təhlükəni hiss etmədiklərini, əksinə daha çox hissiyatlı olurlar. İnsanlara yaxın olduqlarını, yəni bu da bir səbəb deyil. Hərəkətlərinin zəif olmağına səbəb deyil. Mətnə əsasən tısbağalar əsasən nə ilə qidalanırlar? Bitkilərlə, yarpaqlarla qidalanırlar. Təhlükə zamanı tısbağalar necə davranırlar? Qabığına çəkilirlər, başlarını gizlədirlər, çəkilirlər qabığının içərisinə və görünmür. Cavab C variantı. Mətnə əsasən hansı suala cavab verilməmişdir? Cavab D variantı. Tısbağalar neçə il yaşayır? Bu haqda cavab yoxdur. Tısbağalar necə qorunur? Harda yaşayır? Nə ilə qidalanır? Hamısının suallarına cavab var. Necə qorunurlar? Başlarını içəri doğru salırlar, qabığa doğru çəkirlər. Nə ilə qidalanırlar? Bitkilərlə, yarpaqlarla qidalanırlar. Və tısbağaların harda yaşadıkları haqqında da məlumatlar, bəli, bu mətndə öz əksini tapıb. İstər quru mühitdə, istərsə də su mühitində yaşaya bilirlər. Gələk 9-a. Mətnə əsasən hansı fikir yanlışdır? Tısbağalar insanlarla yaşamağı sevir. Belə bir fikir maksimum ehtimal ola bilər. Dəqiqliklə doğrudurmu, yanlışdırmı? Bu hissədə bir fikir yoxdur. Tısbağalar uzun müddət susuz qala bilərlər. Həm suda, həm quruda yaşayırlar da, bəli. Tısbağalar qorunan heyvanlardır, bəli. Tısbağalar səbirli canlılardır, bəli. Dözümlü, səbirli. Birinci abzasın əsas məzmunu nədir? Baxaq birinci abzasa və görək əsas məzmun nədir. Tısbağa təbiətin ən səbirli və dözümlü canlılardan biridir. O həm quru, həm də su mühitində yaşaya bilir. Tısbağanın ən əsas xüsusiyyəti onun sərt və qalın qabığıdır. Bu qabıq onu təhlükələrdən qoruyur və düşmənlərdən gizlənməsinə kömək edir. Tısbağanın başı kiçikdir, gözləri diqqətli görür, bədəni isə müxtəlif çalarlardadır ki, bu da ətraf mühitlə uyğunlaşmanı göstərir, uyğunlaşmağa xidmət edir. Gəlin görək. Bəli, birinci abzasın əsas məzmunu tısbağaların xüsusiyyətləri, görüntüsüdür. Qidalanması deyil, düşmənləri deyil, qorunması deyil. İkinci abzasda əsasən nədən bəhs olunur? Gəlin ikinci abzasa keçid edək. Tısbağalar yavaş hərəkət etsələr də uzun müddət qidasız və susuz qala bilirlər. Əsasən bitkilərlə, yarpaqlarla və bəzi hallarda xırda canlılarla qidalanırlar. Onların uzun ömürlüyü və yavaş hərəkəti onları digər heyvanlardan fərqləndirir. Təhlükə hiss etdikdə qaçmaq əvəzinə qabıqlarına çəkilirlər. Deməli, burada qidalanmaqdan, qorunmaqdan danışılır. Baxaq görək vəziyyət necədir? Suala uyğun cavab. Bəli, ikinci abzasda davranış, qidalanmadan söhbət açılır. Cavab B variantı. Sual 12-yə baxaq. Tısbağa haqqında şəkildə verilmiş məlumatları müəyyən eləyin. Şəkildə görək hansı məlumatlar verilmişdir. Gəlin mətndəki şəklimizə qaydaq. Bəli, şəkildə görək hansı məlumatlar var. Yəni, şəkli özümüz oxumalıyıq ki, yəni təsəvvürümüzdə canlansın ki, şəkildə hansı məlumatlar var. Gəlin o zaman baxaq. Aha, cavabımız burada olacaq bizim. Deməli, kiçik başı var, diqqətli gözləri var. Yəni, diqqəti belə deyə də üzərindədir. Yəni, fikri, yəni, nə qədər də zəif olsa da, asta olsa da, o diqqətli bir heyvandır. Bir də bundan da əlavə olacaq. Meşəlik ərazidədir, bəli, otluğun üzərindədir. Çox uzun ayaqları var, görmürəm. Qara rəngdədir, xeyir. 1 və 3 cavabımızdır, cavab A variantı. Zəhmətkeş şagird. Rauf kiçik yaşlarından məsuliyyətli və çalışqan bir şagird kimi tanınırdı.
O, dərslərinə ciddi yanaşır, verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməyə çalışırdı. Çətin mövzularla qarşılaşanda ruhdan düşmür, səbirlə çalışırdı. Rauf vaxtını düzgün bölüşdürməyi bacarırdı. Dərsdən sonra həm istirahət edir, həm də dərslərini təkrar edirdi. O bilirdi ki, yalnız oxumaq deyil, dincəlmək də vacibdir. Bu düzgün planlama onun dərslərində daha uğurlu olmasına kömək edirdi. Müəllimləri Raufun zəhmətini və səylərini yüksək qiymətləndirirdi. Zaman keçdikcə o, sinfin ən nümunəvi şagirdlərindən birinə çevrildi. Rauf başa düşdü ki, uğur təsadüfi deyil, zəhmət və səbir nəticəsində əldə edilir. Rauf necə bir şagird idi sizin fikrinizcə? Çalışqanlığını göstərən, tənbəl deyildi, laqeyd deyildi, həddən artıq çox oxumurdu. Anlayırdı ki, oxusaq eyni zamanda istirahət də bizə lazımdır. Rauf çətin mövzularla rastlaşanda nə edirdi? Əlbəttə ki, qorxmurdu, səbirlə çalışırdı. Dərsdən qaçmırdı, ruhdan düşmürdü, dərsi yarımçıq qoymurdu. Mətnə əsasən Rauf vaxtını necə idarə edirdi? Rauf düzgün bölüşdürürdü. Bilirdi ki, həm istirahət lazımdır, eyni zamanda dərs oxumaq da lazım idi. Plansız şəkildə hərəkət edirdi, fikri səhvdir. Yalnız oxuyurdu, səhvdir. Vaxta əhəmiyyət vermirdi, səhvdir. Rauf dərsdən sonra nə edirdi? Rauf dərsdən sonra həm istirahət edirdi, həm də dərslərini təkrar edirdi. Yalnız istirahət edirdi, fikri səhvdir. Heç nə etmirdi, istədiyi qədər əylənirdi, fikri səhvdir. Dərslərini tam unudurdu, fikri səhvdir. Raufun uğur qazanmasına nə kömək edirdi? Zəhmət və düzgün planlama. Şans, asan dərs yalnız müəllimlərin köməyi yox da, zəhmət və düzgün gedişatı özü planlayırdı ki, mən nə vaxt, nə qədər dərs oxumalıyam. Müəllimlərin Rauf haqqında fikri nə idi? Əlbəttə ki, belə şagirdə aid zəhmətin yüksək qiymətləndirirdilər. Laqeyd yanaşırdılar, fikri səhvdir, narazı idilər, fikri səhvdir, onu tənqid edirdilər, fikri səhvdir. Mətnə əsasən Rauf zamanla necə dəyişdi? Rauf sinfin nümunəvi şagirdi oldu. Dərslərdən bezmədi, məktəbi sevmədi, tənbəlləşdi, bu fikirlər səhvdir. Mətnin əsas ideyası nədir? Mətnimizin əsas ideyası uğur, zəhmət və səbirlə qazanılır. Əgər uğur əldə etmək istəyirsənsə, zəhmət çəkməlisən, səbirli olmalısan, hər şeyi planlamalısan. Dərslər çox çətindir, xeyr. İstirahət vacib deyil, xeyr. Yalnız müəllimin köməyi önəmlidir, xeyr. Raufun davranışı hansı xüsusiyyəti göstərir? Əlbəttə ki, əzmkarlığı və məsuliyyəti göstərmiş olacaq. Şəhər və kənd həyatı. Gəlin növbəti mətndən tanış olaq. Dəyərli şagirdlər, dəyərli valideyn və müəllimlər, izahlar yararlı olursa, monitorinq tipli testlərin mütəmadi olaraq işlədilməsini istəyirsinizsə, 077 752 28 93 nömrəsinə yaza bilərsiniz. Baxaq. Şəhər və kənd insanların gündəlik həyatında çox önəmlidir, amma hər biri fərqli xüsusiyyətlərə malikdir. Şəhərdə əhali çoxdur, binalar sıxdır, küçələr və ictimai yerlər çoxdur. İnsanlar burada daha çox iş və təhsil imkanlarından istifadə edirlər. Məktəb, xəstəxana və market kimi yerlər asanlıqla əlçatan olur. Telefon, internet və digər texnologiyalar insanların həyatında vacib yer tutur. Lakin şəhərdə səs-küy, tıxac və stres də çox olur. Kənd həyatı isə daha sakit və təbiətə yaxındır. İnsanlar əsasən kənd təsərrüfatı ilə məşğul olur, tarlalarda işləyir, heyvanlara baxırlar. Burada təmiz hava, açıq sahələr və yaşıl ərazilər var. Kənddə insanlar bir-biri ilə daha yaxın əlaqə qururlar, köhnə ənənələr qorunur. Kəndin üstünlüklərindən biri də sakitlik və təbiətlə iç-içə yaşamaqdır, lakin iş və təhsil imkanları şəhərə qədər geniş deyil. Hər iki həyat tərzi öz üstünlükləri və çətinlikləri ilə fərqlənir. Şəhər insanlara daha çox imkan yaradır, amma bəzən həyat sürətlidir və insanlarda stres yaradır. Kənd sakit və təbiətlidir, amma iş və məktəb imkanları məhduddur. İnsanlar fərdi üstünlüklərinə və ehtiyaclarına görə yaşamağı seçirlər. Hər iki həyat tərzi cəmiyyət üçün önəmlidir və hər birinin öz gözəlliyi və çətinliyi var. Bəli, şəhər və kənd həyatının oxşarlığı, fərqli xüsusiyyətlərini mətndə müəllif əks etdirib.
Mətnə əsasən şəhər və kənd həyatı necə fərqlənir? Bəli, cavabımız burada olacaq B variantı. Şəhər sıx əhalili, tıxaclı, kənd isə sakitdir. Bəli, cavab B variantı. Hər ikisi təbiətə yaxındır fikri səhvdir. Kənd təbiətə yaxındır. Hər ikisi kənd təsərrüfatı ilə məşğuldur. Əsasən kənd həyatında kənd təsərrüfatı ilə məşğul oluruq. Şəhərdə insanlar bir-biri ilə sıx əlaqədədir. Xeyr, cavabımız oldu B variantı. Mətnə əsasən şəhərin üstünlükləri hansılardır? Cavabımız olacaq, daha çox iş və təhsil imkanları şəhərdə daha əlçatan sayılır. Sakitlik və təbiət kənddədir, məhdud xidmətlər kənddədir, az əhali kənddədir. Mətnə əsasən kəndin üstünlükləri nədir? Cavabımız B. Sakitlik, təbiət, açıq sahələr. Səs-küy, stres şəhərdədir, texnologiya şəhərdədir. Əsasən iş və təhsil imkanlarının çoxluğu əsasən şəhərdə sayılır. Mətnə əsasən hansı fikir yanlışdır? Cavab C variantı. Kənddə iş və təhsil imkanları genişdir. Bu fikir şəhərə aid olan fikirdir. Cavab C variantı. Kənddə insanlar əsasən kənd təsərrüfatı ilə məşğuldur, doğrudur. Şəhərdə insanların həyatında texnologiya rol oynayır, doğrudur. Şəhərdə səs-küy və stres çoxdur, doğrudur. Əziz müdavimlər, əziz müəllimlər, şagirdlərimiz, valideynlər, əgər izahlarımız yararlı olursa bəyənməyi, istəsəniz, ürəyiniz istəsə öz sinif yoldaşlarınızdan, bu şagirdlərə aid olan bir ifadədir. Sinif yoldaşlarınızla da bölüşməyi unutmayın. Çünki ödənişsiz formada biz sizlərə mütəmadi olaraq, davamlı olaraq dəstək olmaq fikrimiz var. Mətnə əsasən şəhər və kənd həyatı hansı baxımdan eynidir? Eyniliyi hər ikisi insan həyatına müəyyən təsir göstərir. Həm kənd, həm də şəhər. Hər ikisi sıx əhalilidir, xeyr. Hər ikisi texnologiya mərkəzlidir, xeyr. Hər ikisi kənd təsərrüfatı ilə məşğuldur, xeyr. Sıx əhali olan şəhərdir. Texnologiya mərkəzidir, şəhər. Kənd təsərrüfatı ilə məşğul olan isə kənd əhalisi sayılır. Mətnə əsasən insanlar həyat tərzini necə seçirlər? Fərdi üstünlüklərə görə həyat tərzini seçə bilərlər. Kənd həyatınmı, şəhər həyatınmı? Cavab A variantı. Mətnin əsas ideyası nədir? Mətnimizin əsas ideyası şəhər və kənd həyatının hər ikisi cəmiyyət üçün əhəmiyyətlidir. Bəli, cavabımız C variantı. Şəhər həyatı hər zaman daha yaxşıdır. Xeyr, bəzən məsələn biz özümüz də şəhərdə yaşayırıq, amma kənd məhsullarına ehtiyacımız olur. Kənd havasına, təbiətin gözəlliyinə ehtiyacımız olur deyə hava biraz qəşəng olur, gedirik rayonlara. O səbəbdən, yəni hər zaman yaxşıdır, xeyr. Bəzən insan şəhərin səs-küyündən qaçmaq istəyir. Kənd həyatı heç vaxt rahat deyil. Əksinə, mənim şəxsən imkanım olsa gedib aylarla, yəni bir müddət kənd həyatını seçərəm ki, ən azı təmiz təbiət mənə qismət olsun. Hər insana qismət olmur da, bilirsiniz, kənd həyatı. Şəhərdə yaşayanlar da o kənd həyatının eşqi ilə yanıb tutuşurlar. İnsanlar kənddə daha xoşbəxtdir, şəhərdə də xoşbəxt olanlar var da. O bir deyim var, kənddən şəhərə gəlmək istəyənlər var. Şəhərdəkilər də kəndə qaçmaq istəyirlər. O səbəbdən insan övladı olduğunun belə deyə də qismətində olandan bacarmır. Qaraşın ağ olmaq istəyir. Ağlar qaraşın olmaq istəyir. Köklər arıq olmaq istəyir. Arıqlar biraz topuş olmaq istəyir. Bu da elə kəndlə şəhərə də aid olan bir qərarlardır. Mətnə əsasən kənddə insanlar necə yaşayırlar? Görək, təbiətə yaxın və sakit. Texnologiya ilə dolu bu şəhər insanlarına aiddir. Səs-küy, stres şəhərə aiddir. İş və təhsil imkanlarının genişliyi şəhərə aiddir. Mətnə əsasən hər iki həyat tərzinin çətinliyi nədir? Şəhərdə stres və səs-küy var, kənddə isə iş və təhsil imkanları bir balaca məhduddur. Cavab B variantı. Şəhərdə iş imkanları azdır, kənddə səs-küy çoxdur. Şəhərdə iş imkanı çoxdur, kənddə səs-küy azdır. Bu belə olmalıydı. Hər ikisi sakit və stressizdir, xeyr. Sakit və stressi olmayan kənd həyatıdır. Hər ikisi yalnız təbiətə yaxınlıq təmin edir, bu da kəndə aiddir. Cavabımız B variantı. Belə əziz şagirdlərimiz, ümid edirəm izahlarımız sizlərə yararlı olur.
Həm 30-30 olmaqla qəşəng tam imtahan səviyyəli suallar görə bilərsiniz, həm də 10-10 olmaqla bizim mini sınaqlarımızı görə bilərsiniz. Bundan da əlavə bizim monitoring alt xətt fes belə bir Instagram ünvanımız da var. O ünvana daxil olaraq həm siz bir sual, bir izah formada izahlarla tanış ola bilərsiniz. Eyni zamanda orada biz imtahana uyğun qızıl qaydalar da paylaşmış oluruq. O səbəbdən 077 752 28 93 nömrəsinə yazın və monitorinq üzrə ürəyiniz istəyən suallar, sınaqlar, qaydalar sizə göndərsinlər. İzah yararlı oldusa bəyənib paylaşmağı da unutmayaq.